Bir də vurğulamaq istərdim ki, hal-hazırda bu sorğuda kiber təhlükəsizliyindən necə qorunursunuz sualını vermişdi şəhər sakinlərinə. Çox maraqlı fikirlər söylədilər və ən əsası mənim demək istədiyim fikirləri şəhər sakinləri də söylədilər ki, sosial şəbəkə profilləri üzərindən də xüsusi olaraq ələ keçirilməyi, sonra orada dostlara müəyyən məbləğdə pulların alınması və yaxud bank hesabları, yəni bax, bu kimi cinayətlər də var, kiber cinayətlər də var ki, bunun da qarşısını almaq üçün doğrudan da o linklərə daxil olmuruq və ümumiyyətlə texnologiyalarının həyatımıza təsiri dedikdə ailə daxili problemlər də yaranır, ünsiyyət azlığı olur. Siz nə düşünürsünüz? Təşəkkür edirəm. Çox aktual mövzuya toxundunuz və mən dinlədim sorğunu. Əslində insanlarımız nə qədər savadlı və bu barədə məlumatlı olduğu da ortaya çıxdı. Qeyd edilən bütün faktorlarla razıyıq. Etika akademiyası olaraq, rəhbəri olaraq rəqəmsal etiket və təbii ki, etika qanunsuz, bir tərəfi də hüquq böyük bir hissəsini təşkil edir. Bütün rəqəmsal etiket onsuz da qurulub, yalnız nəzakət üzərində deyil. Əsas onun fundamenti təhlükəsizlik, informasiya təhlükəsizliyi və təbii ki, konfidensiallıq. Buna görə də bunun üzərində rəqəmsal etiket qurulub. Yəni bizim bugün müzakirə edəcəyimiz qaydaları, hansı ki biz ailə vərdişlərinə tövsiyə edəcəyik, işgüzar ünsiyyət mədəniyyətinə tövsiyə edəcəyik, bu mütləq sizin kiber təhlükəsizliyinizdə təmin edəcəkdir. Ailə vərdişlərindən başlayaq, ailə institutlarından. Biz artıq yalnız yer kürəsində yaşamırıq. Bizim başqa planetlərdə də vətəndaşlığımız var. Sosial şəbəkələr, Facebookdur, Instagramdır, digər şöbələrdir. Və biz oranın vətəndaşı olaraq təbii ki, həm pasportumuzu, həm simamızı bütün qeydiyyatlardan keçirik. Bu qeydiyyat keçirilməsindən vacib olan an odur ki, böyüklər əsasən səhvlər edirlər, nəinki uşaqlar. Bütün şəxsi kartlarını gərəkli olmayan dərəcədə daxil edə bilirlər. Xüsusən də bunu SMM xidmətinə verəndə. Və burada çox diqqət etməlidirlər. Əgər bunu PR şəklində şirkətinin, özünün hər hansı bir biznesini PR şirkətinə verilirsə, o PR şirkətinin nə dərəcədə savadlı, konfidensial, kiber təhlükəsizliyi bildiyi barədə də məlumatlı olmalıdır. Bu, bir çox səhvlər bu əməkdaşlıq çərçivəsinin çiğliyindən irəli gəlir. Ailə vərdişləri hər bir ailənin özünün rəqəmsal etiket nizamnaməsi olmalıdır. Bu ailədə qurulacaq. Məsələn, hansı saytlara daxil olmaq olar müəyyən yaşa qədər, yaşlara bölünəcək və bunu nəzarət edən ailə sistemi olmalıdır. Bizim Azərbaycanda da çox gözəl, savadlı mühəndislər var ki, artıq gözəl IT proqramları yazıblar, uşaqların saytlara girişini müəyyən ayırt edə bilən, valideyn nəzarətini qeyd edə bilən, uşaq gün ərzində neçə saat keçirdib və hansı saytlara daxil olub. Hətta yer hara gedib, yerini, məkanını belə bəlli edən proqramlar var. Bunun hamısından valideynlər əlavə olaraq tərbiyə iş alətini ələ almalıdırlar. Bugün valideyn savadsız, mənim başım çıxmır bu sahədən deyə bilməz artıq. Və ilk öncə özü bu sahəyə yiyələnməlidir ki, çünki övladları o dünyanın vətəndaşlarıdır və orada onu nəzarətsiz buraxmaq olmaz. Əslində belə bir sual formalaşır ki, ilk növbədə bütün bunların hər birinə diqqət etməliyik və texnologiya dövrü deyirik, rəqəmsal etiket qaydaları artıq formalaşır, bununla bağlı bilirəm, tez-tez görüşləriniz olur. Amma insanlar bəzən bilirsiniz nəyə unudurlar? Texnologiyanın inkişafı ünsiyyətin azalmasına gətirir. Ünsiyyət azalmasa daha rahat və daha keyfiyyətli istifadə edə bilərik texnologiyadan. Doğrudur Elnur bəy və biz bununla bağlı bir çox oyunlar, ailə saatlarında necə vaxt keçirdə bilərlər, uşaqlar maraqlı olar, müəyyən bir proqramlar və ya sosial şəbəkələrdən deyirik, lakin bir məsələ baş verir ki, biz onu idarə edə bilmirik. Və təbii ki, yeni nəsil bir çox bu dünyadan qopub digər dünyada özlərini daha yaxşı ifadə etdiklərini düşünürlər. Bəli, burada da düşünürəm bizim ailə tərbiyəsində uşaqlara az qadağa qoyaraq, daha çox sevgi qoyaraq, çünki sosial şəbəkələrdə qadağalar hələ ki yoxdur və hüquq indi oturur orada, polislərimiz sağ olsunlar çox gözəl nəticələr əldə ediblər, hal-hazırda qurulur o sistem və buna görə də azadlıq, cəzasızlıq, nəzarətsizlik olan mühitdə hər bir gəncin axtardığı, bəlkə də bizim də vaxtında axtardığımız bir mühit idi. Buna görə də ailəyə çox böyük yük düşür, metodlarında dəyişiklik. Həmin o özünü ifadə etmək qabiliyyəti ailədə də sərbəst olmalıdır. Hər dediyi sözə görə cəza, belə deyim, böyük bir məclisdə ictimai qınağa, mən
mən ona deyirəm, ailə məclislərində də ictimai qonaqlar qurulur, dayı gəlsin, bibi gəlsin, bu uşağa bir söz desin. Bunların hamısı yığışdırılmalıdır ki, uşaq mühitində, indiki müasir övladlarımızı böyüdüyündə o sevgi dolu, mədəni azadlığı hiss eləsin ki, seçimi ola bilsin. Və aşırı olanda neyniyək? Aşırı ola bilmir. Bir şey ki, sevgi ilə yoğrulur, mən sevgi ilə tərbiyə olunan ərköyünlük görməmişəm. Mən eqonu tətbiq edən valideynlərin böyütdüyü uşaqlarda müəyyən yanlışlıqlar görmüşəm. Mənim övladımda, sən deyənə görüm kimin balasısan, sən kimin nəvəsisən, elə sevgi deyil. O ego ilə böyüyən uşaqlarda və onlarda müəyyən güzgü əyrilikləri ola bilir. Hadisəni olduğu kimi qiymətləndirə bilmirlər. Amma sevgi çox gözəl tərbiyədir. Kiminsə xətrinə deyəndə empatiya üzərində, yəni qarşı tərəfi incitdin kimi hisslərin formalaşması üzərində durulur bu tərbiyə və bir uşağa sevgi aşılanıbsa, o qarşı tərəfin nə vaxt əziyyət çəkdiyini, nə vaxt göz yaşı çəkdiyini hiss edir və bu sərhədi keçmir. Bu çox incə bir məqamdır. Ego ilə böyüyən uşaqlarla həqiqi sevgi böyüyən uşaqların arasında fərqdir. Qadağalar minimum enməlidir. Yeni nəsli qadağalarla böyütmək olmaz. Qadağaların yerinə təkliflər. Düzgün mühit çərçivələri böyüdərək, düzgün şəraiti yaradaraq, genişləndirərək biz onlara düzgün alan deyirik, məkan yaradaraq yarada bilərik. Mən bugün bir çox məhəllələrə, həyət evlərinə daxil oluram. Əlbəttə, hər birinizin, nə bilim, çoxumuzda araba var. Bizim işimiz arabanı harada park edərəm. Amma görürəm ki, hamımız uşaqların həyat oyunlarını zəbt eləmişik. Tək özümüzə yer olsun. Uşaqların həyətə maşın daxil olur, uşaqlar topu götürüb gözləyirlər ki, bu maşın geçsin, yerini tapsın. Yəni, məhəlləmizdə belə uşaqlar üçün o şəraiti yaratmırıq, arabamız üçün yeri daha üstünlük bilirik. Bu şəraitdə təbii ki, uşaq sosial şəbəkələrdə futbol oynayacaq. Çünki orada ona daha çox özünə yer tapacaq. Güya xanım, o qədər gözəl danışdınız. Mənə elə gəlir ki, sizinlə dəfələrlə də biz neçə mövsümlərdir ki, bərabərik günə davam ailəsi olaraq ailəmizin ən dəyərli üzvlərindən bilirsiniz. Mütəmadi olaraq həssas mövzularda sizi dəvət edirik ki, sizin fikirləriniz önəmli olsun. Və bu dəfə düşündük ki, sual deyil də sizin sözlərinizi dinləyək. O qədər dəyərli fikirlər səsləndirdiniz ki, hər biri bir sosioloji problemin qaynağıdır və hər biri ayrı-ayrılıqda müzakirə olunması böyük məsələlərdir ki, çox sağ olun ki, bu mövzulara toxundunuz. Təbii ki, bax, bu mövzular ətrafında da bizim müxbirlərimiz də sujetlər hazırlayacaqlar, məlumatlar təqdim edəcəklər. Çünki övladlarımızın gələcəyi bizim üçün önəmlidir. Əgər onlar üçün rahat, münbit şərait yaratmırıqsa, onlar texnologiya dünyasında rahatlıq tapacaqlar. Ona görə də rəqəmsal etiket qaydalarından bizim çox dəyərli əziz yalımız Günel xanım İbrahim danışdı. Minnətdarıq gəldi. Mən təşəkkür edirəm. Əgər son demək istədiyiniz nəsə varsa buyurub deyə bilərsiniz. Bir cümlə ilə bildirmək istəyərəm. Yadda saxlayın ki, sosial şəbəkələrdə heç nə unudulmur və heç nə silinmir. Mütləq şəkildə buludlarda və yaxud da kopyalarda saxlanılır. İnsanın qəlbi də elədir. Nə ki yazmısınız, kiməsə komment yazmısınız, bilin ki, bir insan qəlbinə toxunmuşsunuz, o da unutmur. Amma insan bağışlayır, lakin texnikalar bağışlamır. Alqışlayıram bu gözəl dəyərli sözlərinizi. Bu sözdən sonra biz heç bir şey deyə bilməyəcəyik. Yalnız və yalnız verişimizin sonuna gəlib çatırıqsa, tamaşaçılarla da sağollaşmalıyıq və çox sağ olun ki, gəldiniz. Dəyəriniz üçün minnətdarıq.